And ol Allaha gülmür. Gedirəm marketə, Allahın burada çörəyi alırsan, gülürlər, danışırlar da. Gedirəm çörəyi alma belə. Yapacağım. Gülürsən sifətə, onların gülüşü bilsən necədir? And ol Allaha, bax, süni gülüş, bax. Biz indi gülürük də, izi, baba. Şu, biz hazır. Allaha and olsun. Bax, belə. Belə. Yaşamıram mən. Ölmüş gibi bir şeyim. Vallahi. Yeni ildə öz binama lampiçkalar yandırmışam. O Amerikada zat delirləri, işıqlar. Saat 7'dir. Oğraş köpək oğlu gəlib qapımı döyür. Açmışam qapını. Hələ bir ki bizdə belə domik evlərdə hərəsinin öz şəxsi evi, həyət bacası da. Az mənim öz həyət bacamın o biri həyatında. Görürəm qapımı döyüb. Deyirəm, adə, nüş döymüsən ona? İndi adə demirəm də, indi Almanca danışıram ona. Açmışam qapını. Mənə nə desə yaxşıdır. Mənə belə eləyir. İşıqlarımı söndür. Dedim, nə üçün? Dedi, mənə narahat eləyir. Dedim, başa düşmədim. Mənim binamdan asılan işıq sən hansı pəncərəvə baxır? Deyir, hamamma baxır. Dedim, sən bəyəm eləyəndə işığınla sənin gözüvə çeyir. Sən 5 dəqiqə işimi görüb çıxırsan orada. Mənim işığım sənin eşi narahat eləyir. Keç oyna edə dedim. 2 cümlə dedim, özü bir sən necə dedim. Allaha and olsun. Elə dedim ki, pazladım onu mənə belə sənə gedib şikayət et. Dedim, şikayət eləməyənin ata-batasına. Get elə. Qurana and olsun. O gedən getdi, Nigar öpürəm. O gedən getdi, indi məni görəndə belə elə. Elə sündü, az ondan qorxuram. Nəməsin qabağından geri yeməyəsən. Nəməsin qabağından yi, səni döyər. Necə döyər, ha? Yəni səni şeylə də, qadı qaydıyla vurmaq istəyir. Mən də hər şey bilirəm, dedi, uşaqlıqdan oradayım. Bütün qaydamı, bütün qanumu, bütün haqlarımı, hamısını bilirəm. Nədir, nədir? Almanın qabağından yemə. Çünki mən orada gəlməyəm. Mən orada gəlməyəm də. Mən gəlməyəm. Yəni nə deyirsiniz deyin, Alman milləti gəlmələrin 80%-ni qəbullana bilmir. Qəbullana bilmir. Bilirsiniz nə üçün? Çünki gəlmələrin çoxu ən yağlı maşında, gəlmələrin çoxu qəşəng yaşayışda. Bir dənə Alman görür ki, məsəl üçün, az, əniz, yalan.